Qohumlar arasında kütləvi dava baş verib. Hadisə Ağdaşın Məşəd qəsəbəsində qaraçılar yaşayan məhəllədə baş verib. Bir-birləri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı Fidan Quliyeva, 39 yaşlı Ülkər Quliyeva, 53 yaşlı Şəhla Quliyeva, 36 yaşlı Rövşanə Süleymanova, 19 yaşlı Gülcan Süleymanova və 16 yaşlı İzzət Qasımov Ağdaş rayon mərkəzi xəstəxanasında yerləşdirilib. Onlardan ikisi xəstəxanada saxlanılıb, qalanları isə evə buraxılıb. Ramilə Süleymanova deyir ki, qarşı tərəf qızını dilənməyə məcbur edib. Qızı dilənməyincə isə onu döyüblər. Qızım xahiş elədi ki, ana, gəl məni götür apar. Uşağım xəstədir, baxmırlar. Özümdəki gündə 2 dəfə dilənməyə, səhər bir, axşam bir göndərirlər. Mənə daskı qoyublar ki, get bu 50 manatı gətir latariyası. 600 manat mənim qızımı diləndirib, latariyaya pul salıblar. Get dilən deyirsən, latariyaya salın. Qaynanam 40 manat verib, yoldaşım da mənə latariyaya salın. İndi gətirin latariyası ölüm. Mənim də əlim gətirmirdi. Yəni orada başda da mənim şahidlər də var ki, mənə nətər döyübdüsə, gedib oturmuşam qapıda, ağlamışam, mənə su gətiriblər, özümə gəlmişəm ayaqlım. Orada hamı da bilir ki, mən nə vəziyyətdə olmuşam. Yəni əlimdən də gəlməyib dilənmək. Bu hadisədən sonra onlar qızın boşanmasını tələb ediblər. Məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında cehizli əşyaların qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət və yumruqla zərbələr indirməklə xəsarət yetiriblər. Faktla bağlı Ağdaş rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.